Mesela biri gəlir deyir ki Allahu Ekber, 2 rəkat namaz qılmaq istəyir. Məsciddə heç kim yoxdur. Heç kim yoxdur. Elhamdülillah Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin, İyyake na'budu və İyyake nestaîn. Birdən içəri 4-5 adam girir. Elm əhli girir, yaxşı adamlar girir. Bu hiss edir ki, buna baxırlar. Bu Elhamdülillah Rabbil alemin, Errahmanirrahim, Maliki belə oxuyası olmur da. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. 2 dəqiqə yox, 5 dəqiqə uzatmaq niyyətindədir. Hələ bir də birdən eşitəndə ki, maşallah, maşallah, bu nə qoxda namaz qılır, nə yaxşı namaz qılır. Niyyət təmiz dəyişir. İndi də biri də var, maşallah yox, hər cür səna eləsinlər, 500 adam yığılsın, baxsın, heç kəs onun üçün önəmli deyil. Özünü aləmlərin Rəbbinin önündə hiss eləyir, onun huzurunda hiss eləyir, oxuduğu ayələri onun razılığını qazanmaq üçün seçir, başını əyəndə Allahın qabağında əydiyini düşünür, namazını belə əda eləyir. İkisinin arasında savabda fərqi varmı?